Salamlar, 3 uşaqlı ananın 8 saatlıq təmizlik vloquna xoş gəlmisiniz. Evləri təmizləmədən öncə Temudan aldıqlarımı sizə göstərmək istəyirəm. Yuxarıda promokod yerləşdirəcəyəm. O promokod sayəsində aldığınız hər bir məhsula 30% endirim əldə edəcəksiniz. Bu arada alıb razı qaldığım məhsulların linklərini Instagram səhifəmin linklər bölməsində paylaşıram. Oradan tapa bilərsiniz. Belə bir paltar aldım. Ütüləyib sizə əynimdə göstərəcəyəm. Bu paltarı çox bəyəndim. Qol detalları da çox gözəl görsənir. Qolumdakı ipləri doğru formada bağlaya bilmədim, çünki tək əllə etmək biraz çətindir. Ona görə belə uzun görsənir. Sonra Duyğuya 2 ədəd şalvar aldım. Payız, qış ayları üçün bu şalvarlar mükəmməldir. İçərisi mexli olduğuna görə uşağı isti saxlayır. Bunları əsas bağçada geyinmək üçün aldım. Sonra özümə qara rəngdə güpürlü bir köynək aldım. Bunu ütüləyib əynimdə göstərəcəyəm, hətta sonraki vloqda da əynimdə olacaq. Bilmirəm siz sevirsiniz ya yox. Mən barmaqlara qədər uzanan köynək qollarını çox sevirəm. Sonra belə bir paltar aldım. Paltarı ütülədim, amma ağ hissələri biraz tez qırışan materialdır. Bu paltarı da çox bəyəndim. Qızım bu paltarda məni görüb deyir ki, mami prinsesa oldu. Allah qismət etsin, növbəti ay maraqlı vloqlar çəkəcəyəm. Orada da bu paltarı əynimdə görə biləcəksiniz. Gördüyünüz kimi bu aralar evim köçür, uşaqlar xəstələnib. Duyğu bağçaya gedir, bağçadan xəstəlikləri götürür, gəlir evə, hamımızı xəstələndirir. Ayaz da xəstə olduqda qucaqdan düşmək istəmir. Ona görə evi rahat şəkildə yığa bilmirəm. İndi sizinlə birlikdə başlayacağam buraları yığmağa. Evi təmizləyərkən də gözəl bir mövzu haqqında danışacağam. Bəzən elə hiss eləyirəm ki, analıq dünyanın ən gözəl, ən təmiz hisslərindən biridir. Amma insanlar onu da yarışa çevirib. Hər kəs kiminsə analığını bir başqası ilə müqayisə eləyir. Filankəs uşağını tez danışdırdı, filankəsin uşağı ingiliscə bilir, filankəs uşağına evdə hər gün məşğələ keçir. Elə bil hamı bir-birinə qarşı sanki görünməz bir yarışa girib. Amma analıq yarış deyil. Analıq bir qadının həyatla, övladıyla, öz iç dünyası ilə qurduğu ən dərin əlaqədir. Amma bunu unuduruq ki, analıq dediyimiz şey başqasının ölçülərinə görə yaşanmamalıdır. Mənim ana kimi doğru bildiyim sənin üçün doğru olmaya bilər. Sənin üçün doğru olan isə mənim üçün səhv ola bilər. Gəlin sizə bir neçə nümunə çəkim. Qızımın 2 yaşı olanda eyni yaşda uşağı olan ana mənə demişdi ki, mənim uşağım artıq uzun cümlələr qurur. O zaman qızım hələ tək-tək sözlər deyirdi. Mən də təbii olaraq içimdə bir narahatlıq hiss elədim. Düşünürdüm ki, görəsən qızım geri qalıb, mən nəyəsə səhv eləmişəm. Amma indi baxıram ki, hər uşağın öz vaxtı var. Heç bir uşaq eyni ritmlə böyümür. Bir uşaq 1 yaşında danışır, o biri 3 yaşında. Biri əvvəl danışır, sonra hər şeyi ölçüb biçir. O biri isə əvvəl səssiz olur, amma bir danışanda o uşağı susturmaq olmur. Hər uşaq başqa bir aləmdir və analar bir-birini müqayisə etməməlidir. Bir digər nümunə də qızımı 3 yaşında bezdən çıxmağı. Uşaq 3 yaşında bezdən çıxıb deyə biri ələ salaraq yazmışdı ki, saxlayardım məktəbdə çıxardardın da. Uşağımı 2 yaşında bezdən çıxartmağa hazırlaşırdım, amma uşağım hazır deyildi, nə də mən. Burada qəbahətli bir şey yoxdur. Heç bir uşaq bezlə doğulmur, ömrünün sonuna qədər də bezlə yaşamır. Hər uşağın öz zamanı var. Sadəcə bəziləri biraz tez, bəziləri də bu prosesə biraz gec hazır olur. Sən uşağı 1 yaşında bezdən çıxarmısan deyə heç kim sənə medal verməyəcək. Ən əsası uşaq hazır olduqda, uşaqda travma olmadan qorxusuz, təbii şəkildə ona bezdən çıxmağı öyrətməkdir. Başa düşmür. Yəni çünki başa düşmür ona görə ki, bugünkü yer kürəsində heç bir universitetdə fikir vermisinizsə, uşağın doğum prosesini də indiki zamanda yarışa çeviriblər. Filankəs təbii doğum etdi. Bu biri öz-özünə doğa bilmədi, əməliyyatla doğdu. Biri deyir təbii doğum daha çətindir. O biri deyir əməliyyat daha çətindir. Nə fərqi var axı? Məqsəd uşağın sağlam dünyaya gəlməsidir. Ana ilə körpənin güvəndə olmasıdır.
Amma insanlar bunu da bir üstünlük, bir lovğalıq mövzusuna çeviriblər. Gəlin sizə özümdən nümunə çəkim. Mən məsələn qızıma hamiləykən təbii doğum istəyirdim. 36-37-ci həftədə yoxlanışa getmişdim. Həkim dedi ki, istəyirsən əməliyyat edək. Mən isə deyirdim ki, yox, mən istəyirəm özüm təbii dünyaya gətirim. Həkim də mənimlə razılaşdı, dedi ki, gözləyək. Və mən artıq 40 həftəni keçirdim. Heç bir doğum əlaməti olmadığına görə gün təyin etdik və mənə 40 həftə 4 günlüyündə süni sancı verdilər. Sona qədər dirənsəm də, aparatla ölçəndə uşağın ürək döyüntüləri tez-tez qalxıb endiyi üçün təbii doğumun riskli olacağına işarə idi. Və həkimin anestezoloqun məsləhəti ilə dərhal əməliyyata alındım. Həm təbii doğum sancısı çəkdim, həm də əməliyyat oldum. Hər ikisinin də çətinliyini görmüşəm. İstər təbii olsun, istər əməliyyatla, istər ağrıyla, istər dərmanla. Ana olmaq artıq öz-özlüyündə bir qəhrəmanlıqdır. Uşağı hansı yolla dünyaya gətirmək yox, onu qorumaq, onu sevmək, bu da analığın əsası. Hər bir adam ana olduqdan sonra düşünür ki, görəsən mən yaxşı ana deyiləmmi? Bir gün uşaq ağlayır, insanın səbri çatmır. Bir gün ev dağınıq qalır, yemək pişmir. Amma sonra anlayırsan ki, analıq heç vaxt mükəmməllik deyil. Analıq sevgi ilə davamlı cəhd etməkdir. Yorulsan da, səhv etsən də yenə ayağa qalxıb uşağın üçün gülümsəməkdir. Bəzən qadınlar bir-birini çox sərt mühakimə eləyir. O uşağına televizora baxmağa icazə verir. O uşağına şirniyyat verir. O uşağını gec yatızdırır. Amma heç kim o ananın hansı şəraitdə olduğunu düşünmür. Gəlin sizə özümdən bir nümunə çəkim. Qızım 8-9 aylıq olanda qaynatam insult keçirmişdi və bizdə qalırdı. Mətbəxdə işim çox olurdu. Qonaq otağında televizoru yandırırdım ki, qızımın başı qarışsın. Mən də rahat işimi görə bilim. Pediatrlar televizora baxmağı 3 yaşından sonra məsləhət görsələr də, bəzən insanın başqa yolu olmur. Mən bütün gün qızımla məşğul olsaydım, televizora icazə verməsəydim, o zaman evin yeməklərini kim bişirəcəkdi, evi kim yığışdıracaqdı? Ona görə qıraqdan qınamaq çox asandır. Amma kimin hansı yollardan keçdiyini heç kim bilmir. Biz analar bir-birimizi anlamaqdansa yarışa giririk. Halbuki hamımız eyni gəmidəyik. Hər birimiz gecə uşaq ağlayanda o səssiz ağrını hiss eləmişik. Hər birimiz səhər yuxusuz oyanmışıq. Hər birimiz mən bacarmaram dediyimiz anlar yaşamışıq. Alışışqa. Adəli, dişləmə. Hey, dişləmə. Analıq bir yarış deyil, analıq bir yoldur. Kimisi bu yolu sakit addımlarla gedir, kimisi tələsir, kimisi yıxılır, amma yenə qalxır. Ən vacibi o yolu sevgi ilə keçməkdir. Uşaq səni təmiz paltara ya da doğru bişmiş yeməyə görə sevmir. Uşaq səni səsini tanıdığı, qucağında güvən tapdığı üçün sevir. Bəzən bir ana uşağını bağçaya vermək istəyir. Digəri deyir, mən heç kimə etibar etmirəm, özüm böyüdürəm. Biri işləyir, biri evdə qalır, biri oxuyur. Amma hamısı eyni dərəcədə anadır. İşləyən anaya uşağını sevmir demək düzgün deyil. Evdə olan anaya sən azad deyilsən demək də düzgün deyil. Hər ananın öz şəraiti, öz gücü, öz yolu var. Ən çox da bu cümləni sevmirəm. Əsl ana belə olar. Yox, əsl ana olmur. Hər ana özünə görə əsildir. Kimisi səssizdir, kimisi enerjili, kimisi yeməklə sevgisini göstərir, kimisi gülüşü ilə, kimisi dua edərək qoruyur, kimisi oyun oynayaraq. Analıq heç vaxt bir formaya sığmaz. Hərdən düşünürəm ki, bəlkə də analığın ən gözəl tərəfi odur ki, insanı dəyişdirir. Uşağının sevgisi səni daha yumşaq, daha anlayışlı, daha mərhəmətli edir. Əvvəl əsəbləşdiyin şeylərə indi gülümsəyirsən. Uşaq səndə olan hər şeyi, hətta gizlətdiyin tərəfləri belə ortaya çıxarır. Mən qızımla və oğlumla özümü yenidən tanımışam. Və bilirəm, nə qədər səhv etsəm də uşaqlarım məni sevir. Çünki sevgi yarışmaz. Sevgi ölçülməz, analıq da elədir. Ona görə də analara bir sözüm var. Heç kimlə özünüzü müqayisə etməyin. Kim nə deyir desin, sizin haqqınızda nə düşünür düşünsün. Siz öz övladınız üçün ən doğru anasınız. Onun üçün dünyanın ən isti qucağı sizsiniz. Ən rahat səsi sizsiniz. Ən gözəl yeri sizin yanınızdır.
Heç bir filan kəs uşağını belə böyüdür cümləsi sizin dəyərinizi azalda bilməz. Əgər məni bura qədər izləmisinizsə, sizdən bir xahişim var. Kanalıma abunə olub, like edib, gözəl şərhlər yazmağınız. Yazdığınız gözəl şərhlər məni motivasiya edir. Kanalıma abunə olsanız, hər zaman qadınlara, analara motivasiya edici vloqlarla rastlaşacaqsınız. Ona görə məni izləməyə davam edin. Ana olmaq nə qədər çətindirsə, o qədər də müqəddəsdir. Və o müqəddəsliyi yaşamaq üçün birinci özünü sevmək lazımdır. Özünü sevən ana uşağına sevgi öyrədə bilər. Özünü günahkar hiss edən ana isə daim qorxu ilə yaşayır. Uşaqlarım doğulandan həyatı axarında yaşayıram. Heç bir şeyə yarış kimi baxmıram. Qızımı da, oğlumu da öz tempimdə böyüdürəm. Kim nə deyir desin. Çünki mən bilirəm ki, mənim uşaqlarımın mənə ehtiyacı var. Mənim sevgimə, mənim səbrimə, mənim varlığıma. Analıq yarış deyil, analıq sevgidir. Və sevgi heç vaxt başqasını keçmək istəmir. Sadəcə paylaşmaq istəyir. Analıq mənə öyrətdi ki, güc sakitlikdədir. Hər şeyə çatmağa, yetişməyə yox, bəzən sadəcə bugün bu qədər deməkdədir. Uşağın yeməyini bitirmədisə, problem deyil. Evin tozu qalırsa, problem deyil. Əsas odur ki, evdə sevgi var. İndi kimsə mənə desə ki, sənin uşağın gec danışdı, sənin uşağın bezdən gec çıxdı, sadəcə gülümsəyirəm. Mən bilirəm ki, o uşaq hər şeyi vaxtında edəcək. Mən artıq tələsən ana deyiləm. Ortada problem varsa, problemi həll edərəm, amma tələsmərəm. Mən uşaqlarımı başqa uşaqlarla müqayisə etmirəm. Mən sadəcə onları hər halı ilə sevirəm. Duyğu, mən səni çox sevirəm. Ben de seni çok sevmiyorum. Ay sən öldü, bu nə ağladın ki sən? Bəzən insan düşünür, biz analar niyə bu qədər özümüzü sıxırıq? Niyə bir-birimizlə yarışırıq? Hansı uşaq ilk danışdı, hansı daha tez yazmağı öyrəndi? Bunların heç biri uşağın gələcəyini müəyyən etmir. Amma biz o anda sanki dünyanın ən vacib yarışı gedirmiş kimi özümüzü günahkar hiss edirik. Halbuki uşaqlıq elə bir dövrdür ki, orada vaxtında deyilən anlayış yoxdur. Hər uşaq öz vaxtında açan bir çiçək kimidir. Biri yazda açır, biri payızda. Amma hər biri gözəldir. Analıq səbirli olmaqdır. Yorulanda belə yaxşıyam deyib ayağa qalxmaqdır. Analıq başqalarının dediyinə baxmayaraq öz uşağını öz sevgi ilə böyütməkdir. Çünki heç kim sənin uşağını sənin qədər tanımır. Mənim övladlarım yarışda deyil. Onlar sadəcə uşaqlıqlarını yaşayırlar. Onların işi gülməkdir, oynamaqdır, böyüməkdir. Mənim işim isə onlara bu yolda sevgi ilə bələdçilik etməkdir. Heç kim mükəmməl ana deyil. Hər birimizin səhvləri, peşmanlıqları var. Amma sevgi, qayğı varsa, deməli sən yaxşı anasan. Kiminsə baxışı, kiminsə sözü səni dəyərsiz hiss etdirməsin. Çünki uşağın sənin üzünə baxanda gülümsəyirsə, deməli sən artıq qalib olmusan. Buna görə də özünüzə hər zaman xatırladın ki, yarış bitdi. Heç kim səndən irəlidə deyil, heç kim geridə deyil. Sadəcə hamımız öz övladlarımızla fərqli bir yoldayıq. Kiminsə yolu hamar, kiminsə daşlı, qayalı. Amma hamımız eyni yerə sevgiyə gedirik. Mami. Acan! Mami, 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 mami. Aycan! Mami, 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 mami. Aycan! Və günün sonunda uşaq yatanda, sakitlik çökəndə o an bilirsən ki, bu yarış deyilmiş. Bu sadəcə bir yol imiş. Hər addımı, hər gülüşü, hər yorğunluğu ilə sənə məxsus olan bir yol. Xoşunuza gəldi. Sizin üçün faydalı oldu. Sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm, sizi sevirəm. Növbəti vloqum da çox maraqlı olacaq, məni izləməyi unutmayın. Özünüzdən müğayət olun, gələn vloqlarda görüşənədək. Geldi. Gəldi. Mami, Aycan. ayını kucakla. Ayını qucaqlayım yaxşı, ha? Yok, ayını kucaklamama. Hə. Ayın, Ver ayını qucaqlayım, ha. yok, ayını kucaklamama. Ver qucaqlayım. Gəldi.
Mama ben gittim sağ ol. Sağ ol, Duyğu, sağ ol. Hara gəlsən? Hara gəlsən? Duyğu, de bax ki, Ayaz yatıb. Yatma uyanırdı. Uyanıb, gözləri açıqdır. Bir saat çıktı mama. Həri, çox sağ ol bana.